şir üzünü İmam Kazım əleyhissalama tutub gəlir ki, Yəbnə Rəsul, ay Allahın höccəti. Gəlib imama desin ki, mənə dua elə. İmamlar heyvanların dilini bilir. Gəlib desin ki, mənə dua elə. Deyir, və səələni ən ədullah. Şir məndən istədi ki, mən Allaha dua eləyəm. Liyufərrizə ənha. Viladətə Allah fərəc verə, tez balamı dünyaya gətirə bilər. Fəfəəltu zəlikə. Mən də bunu elədim. Və ona dedim ki, ənəha təlidu zəkərən fəxəbbərtuhu bizəlik. Dedim ki, tezliklə bir dənə erkək oğlun olacaqdır. Şirə xəbər verdim ki, get. Fəqaləli, şir nə dedim amma bə? Dedi, imzi fi hifzillah. Ağa, get, həmişə Allahın amanında ol. Allahın həmişə amanında olasan, o da imama dua eləyir. Fəla səllətallahu aleykə və alə zurriyyətikə və lə alə əhədin min şiətikə. Şirin duasına baxın. İmam deyir, şir dedi ki, nə Allah sənə, nə sənin zürriyyənə, nə də sənin şiyələrindən ağa bir nəfərə müsəllət eləməsin şeyən minəs-siva. Nə sənə, nə sənin nəslinə, nə də sənin şiyələrinə dua eləyirəm ki, bir dənə yırtıcı toxunmasın yer üzündə.